istəyirik. Studiyamızın qonağı siyasi şərhçi Rəşad Bayramovdan xoş gördük sizi. Xoş gördük. Yəni çoxdur yazılar qeyd etdiyimiz kimi. İstəyirəm ki, elə İran hökumətinin razılığa gəlməyəcəyi halda yaşayacağı senarilərindən bağlı yazıların üzərində ən çox nəyin həqiqətə uyğun olduğunu düşünürsünüz, oradan başlayaq. Əslində İran bu dəqiqə heç bir şəkildə Amerika Birləşmiş Ştatları ilə bu və ya digər şəkildə hərbi qarşı durmaya hazır deyil və bunu da istəmir. Sadəcə olaraq Trumpın belə deyək, həqiqətən də təhdidvari münasibəti və yuxarıdan aşağı baxması və bunun da təkcə İran rəsmiləri yox, digər ölkə liderlərinin də bunu kifayət qədər yaxşı bilməsi İranı konkret bu və ya digər şəkildə geri çəkilməkdən saxlayır. Yəni, ən azından bəyanatlarda yumuşalmadan saxlayır. Çünki həmin məktub İrana birbaşa göndərilməyib. Məlumdur ki, üçüncü ölkə vasitəsi ilə çatdırılıb və danışıqlar da əsasən indiyə qədər həmin o üçüncü ölkə vasitəsi ilə aparılıb və İran da, xatırlayırsınızsa, bundan 2 həftə əvvəl Pezeşkiyanın bir bəyanatı var idi. Dedi ki, biz heç bir danışıqlara yetməyəcəyik. Trump da biraz da təhqiramiz formada dedi, təkə eləməyəcəm, nə bacarırsa eləsin. Amma bu günləri deyir ki, biz bərabər hüquqlu şərtlərlə diyaloqa hazırıq və danışıqlara hazırıq. Əslində bu onu göstərir ki, İran tərəfi birbaşa qarşı durma istəmir və əslində düz deyilik istəmir. Çünki Amerika Birləşmiş Ştatları ilə indi birbaşa hərbi qarşı durma İran üçün olduqca ağır nəticələr verə bilər. Söhbət İranın nüvə istehsalı ilə məşğul olan obyektlərinin vurulması yox, həm də balistik raket sistemlərinin hazırlanması ilə məşğul olan ayrı-ayrı sahələrin zərbə altına alınmasından da gedir. Və İran üçün də bu həqiqətən çox böyük itki və çox böyük təhlükə deməkdir. İkinci bir tərəfdən müharibənin başlaması İranın daxilində də prosesləri sürətləndirə və ayrı-ayrı etnik qrupların mərkəzdən parçalanma meyllərinin yüksəlməsinə yatırıb çıxara bilər ki, İranın əslində ən çox qorxduğu məsələ də budur. Ki İranda o mümkün, yəni hər an mümkündür. Hər an çünki çox mümkündür belə və bunu da son bir bir ildə, ölkədə. 2 ildə baş örtüyü ilə bağlı aksiya və üzü ondan sonra proseslər də göstərdi ki, İranda bu hər zaman mümkün olası bir şeydir. Və o baxımdan da düşünürəm ki, İran tərəfi maksimum şəkildə danışıqlar aparmaq istəyəcək. Amma dünənləri biz həm İran Ali Dini liderinin bəyanatı, həm İran Xarici İşlər Nazirinin bəyanatına baxanda gördük ki, İran üçüncü tərəfin vasitəçiliyi ilə yox, Amerika Birləşmiş Ştatları ilə birbaşa danışıqların aparılmasının tərəfdarı kimi çıxış eləyir. Bu da nə deməkdir? İran üçüncü ölkə qarşısında da şahidliyi bir tərəfə atmaq istəyir. Yəni, Amerika Birləşmiş Ştatlarına nəyi güzəştə edəcəksə, onun bir ABŞ tərəfindən, bir də özü tərəfindən bilinməsini istəyir. İlk addım demək olar ki, bununla bağlı artıq hazırlıq işləri gedir və Yəməndən olan İranlı hərbi rəhbərliyin geri çağırılması istiqamətində hər nə qədər rəsmi bu öz təsdiqini tapmasa da, amma dünya mediası bundan bağlı çox geniş informasiyanı verdi və mən həqiqətən də o istiqamətdə artıq həmin hərbiçilərin geri çağırılması yaxın şərqdə mövqelərini buraxır İran. Yəni, baxın, Trump nə tələb eləyir? Trump tələb eləyir ki, birincisi, Həmasa, Hizbullaha, Hüsilərə və s. Proksi qüvvələrə verdiyin dəstəkdən imtina eləyirsən. İkincisi, nüvənin zənginləşdirilməsi və 2015-ci il nüvə sazişinə qayıdılması istiqamətində addım atırsan və üçüncüsü, balistik raket sisteminin dayandırırsan, onun istehsalını da dayandırırsan. Yəni, əsas bu ilə İranın üzərinə olan o, belə deyək, hücumlar bu üç məsələ ilə bağlıdır. Amma İranın istədikləri var. Yəni İran isə, yenə deyirəm, proksi qüvvələri əgər belə demək mümkünsə, onları satacaqsa faktiki olaraq, yəni onlara arxa çevirəcəksə, bunun ancaq Amerika Birləşmiş Ştatları və özü tərəfindən bilinməsini istəyir. Amma İranın proksilərini satmağı da ilk dəfə olmayacaq. İran bundan öncə də maraqlarına görə eləyib bu addım atıb. Bundan öncə də bu maraqlar baxımından bunu eləyib və indi də etmək məcburiyyətindədir. İranın başqa çıxış yolu yox. İranın güclü bir müttəfiqi yoxdur ki, İranla bir yerdə bu proseslərdə Amerika Birləşmiş Ştatları, İsrail
birliyinə qarşı dayansın. Və hər nə qədər bu günləri Amerika Birləşmiş Ştatları ilə Avropa İttifaqı ölkələri arasında münasibətlər gərgin olsa da, hər nə qədər Amerika Birləşmiş Ştatları Böyük Britaniya münasibətlərində münasibətlər ürəkaçan olmasa da, amma İsrailin proseslərə qoşulması ilə anti-İran koalisiyası İsrailin dəstəyində dayanaraq, bura həm Böyük Britaniya aiddir, həm digər Avropa İttifaqının ölkələrə aiddir. Onlar İsrailin dəstəkçisi qismində proseslərdə iştirak edə bilərlər ki, bu da faktiki olaraq dünyanın böyük bir hissəsinin İranla qarşı durmada dayanması deməkdir. Rusiya faktiki olaraq İrana dəstək vermək niyyətində deyil və bir neçə ay qabaq İranla Rusiya arasında imzalanan strateji müttəfiqlik haqqında sazişdə də biz gördük ki, bir ölkəyə hərbi təcavüz halında digər ölkənin dəstək verməsi ilə bağlı müddəa oradan çıxarıldı. Yəni Rusiya Şimali Koreya ilə imzaladığı müqavilədə bu bəndi saxladı, amma İranla imzaladığı müqavilədə bu bəndi də çıxartdı. Yəni Rusiya tərəfindən hər hansı bir böyük dəstəyin olmayacağını da İran kifayət qədər yaxşı bilir. Çin nə qədər dəstək verib-verməyəcək, o da olduqca böyük müəmmadır. Çünki indi Çin faktiki olaraq özü maksimum şəkildə konfliktə etmək istəmir. O ki, qaldı İran üçün bu və ya digər şəkildə konfliktə girsin. Ərəb ölkələrinin isə bir çoxu həqiqətən də İranın regionda təsir imkanlarının azaldılmasının tərəfdarı kimi çıxış edirlər. Ona görə onlar da böyük ölçüdə İranın yanında dayanmayacaqlar və nəticədə İran da bunların hamısını bildiyi üçün maksimum danışıqlar yolu ilə prosesi həll etmək istəyir. Amma təbii ki, bütün hər deyilənlərə də hə demək niyyətində deyil. Yəni hansısa qırmızı cizgilər hesab elədiyi məqamlarla bağlı konkret mövqeyini qoruyub saxlamağa çalışır. Düşünürəm ki, ən azından nüvənin zənginləşdirilməsi istiqamətində fəaliyyətin dayandırılması və yaxud da həmin 2015-ci il nüvə sazişinə qayıtmaqla bağlı danışıqlar başlaya bilər. Amma bu baş verməsə... Yəni hazır ki, elə İran tərəfdən də bir açıqlama gəlmiş bu istiqamətdə ki, hazır ki, şərait o şərait deyil ki, 2015-ə qayıdılsın. Yəni 2015-ci il dövründəki uran zənginləşdirilməsinin üzərindən çox keçib və doğrudur, hazırda konkret olaraq faiz bəlli deyil, amma bu faizlə bağlı ehtimallar var. Amma İran rəsmilərinin öz açıqlaması göstərir ki, bu ehtimallardan daha çoxdur faizdir. Baxın, ilkin ümumiyyətlə təəssürat ondan ibarətdir ki, İran məktubu cavabını gecikdirmək. Hətta təksib elədi bir dövrdəki bir dövr ümumiyyətlə belə məktub olmayıb. Ya, ondan qabaqki proseslərdə biz bilirik ki, təkcə Amerika Birləşmiş Ştatları deyil, Avropadan da nümayəndələr İran rəsmiləri ilə görüşdə keçdilər, nüvə sazişinə qayıtması ilə bağlı. İran heç kimə birdən-birə yox, qayıtmıram demədi, vaxt tutdu, fikirləşmək istədiyini bildirdi və təəssürat bundan ibarətdir ki, İran əslində nüvə silahının hazırlanmasına olduqca yaxındır və bu cür danışıqlarla sadəcə vaxt uzadıb, birdən-birə o artıq nüvə silahına malik olduğunu bəyan etmək istəyir. Amma doğrudan da buna çox yaxın idi İran bir müddət. Biz İsrailin İran ərazisindəki bu və ya digər obyektləri hədəf alan əməliyyatlarından sonra məlum oldu ki, böyük ölçüdə bu prosesin qarşısı hansısa formada alındı. Amma bu da davamlı olaraq alınması demək deyil. Yəni, biraz da müddət keçsə, İran istədiyinə nail olacaq. O baxımdan indi İranın 2015-ci ildən zaman ötüb, artıq o zaman deyil deməsi elə bir əhəmiyyət kəsb eləmir. Ona qalsa İran özü də indi 2015-ci il İranı deyil. İqtisadi baxımdan nəzərdə tuturam. Yəni, olduqca vəziyyətin ağır olduğu, sosial problemlərin daha çox olduğu, ayrı-ayrı İran ərazisində yaşayan qrupların daha aktiv hala gəldiyi dövrdən gedir söhbət və 2015-ci ildən fərqli olaraq da 2015-ci ildə Amerika Birləşmiş Ştatları bu dərəcədə kəskin şəkildə proseslərə müdaxilə etmək kimi məsələ qoymamışdı ortaya. Yəni, nə olurdusa İsrail vasitəsilə bu və ya digər şəkildə edilirdi. Birinci hakimiyyət dövründə Trumpın ancaq iqtisadi sanksiyalar yolu ilə İranı hansısa formada belə deyək, dayandırmaq kimi bir niyyət ortaya qoyuldu və ilkin mərhələdə də doğrudan da buna nail olundu. Yəni, İran iqtisadiyyatına çox böyük zərbə dəydi həmin o birinci sanksiyalar dövründə. O baxımdan indi İranın nə deməsindən asılı olmayaraq düşünürəm ki, İranın başqa imkanları faktiki olaraq yoxdur. Yəni, İran nə edə bilər? Əgər doğrudan da hərbi əməliyyatlar başlasa, biz bunun belə deyək də, kəşfiyyat işini artıq görmüşük. İran birinci
proksi qüvvələrə qarşı müharibə başladılmaqla İranın bir sıra texnikası, silah və s. həmin proksi qüvvələrə ötürülməsi təmin edildi. Yəni arsenal azadıldı. İkincisi, pilotsuz uçuş aparatlarının böyük bir qisminin Rusiyaya ötürülməsi prosesi baş verdi, arsenalı azaldıldı. Üçüncüsü, maliyyə cəhətdən həmin o qüvvələri saxlamaq üçün əlavə maliyyə səfərbər etmək məcburiyyətində qaldı İran. İqtisadi cəhətdən də başladı problemlər yaşamağa və İsrailin İran ərazisindəki obyektləri hədəfə almasından sonra da bir kəşfiyyat həyata keçirildi ki, harda boşluqlar var, hardan hansı fəaliyyət həyata keçirilə bilər. Ümumiyyətlə isə bu günləri, ya dünən idi səhv eləmirəmsə, Amerika Birləşmiş Ştatlarının keçmiş kəşfiyyat rəhbərinin verdiyi məlumatdan belə başa düşüldü ki, Amerika Birləşmiş Ştatları İranla mümkün hərbi əməliyyatlara 12 il bundan qabaq artıq hazırlaşıbdır və əldə olunan plan da, yəni hazırlanan plan da hər il təkmilləşdirilib. Yəni bütün imkanlar nəzərə alınıb və belə bir əməliyyat həyata keçiriləcəyi halda İranın maksimum 1-2 gün ərzində yaxın ətrafdakı ABŞ hərbi bazalarını hədəf almaq imkanları var. Yəni ondan böyük hər hansı bir geniş əməliyyatlar keçirmək lüksü yoxdur. Amma burada bir məsələ var Nurayna xanım. O da Trump'ın özü ilə bağlı olan məsələdir. Biz görürük ki, Trump hakimiyyətə gələndən belə deyək də, bir dövlət rəhbərindən daha çox biznes maraqları ilə çıxış eləyir faktiki olaraq. O baxımdan düşünürəm ki, Trump da bilməmiş deyil ki, İranla müharibə yeni xərclər deməkdir. Yəni, müharibə baş verirsə, mütləq şəkildə yeni xərclər ortaya çıxacaq. Trump administrasiyası bir aydır ki, oturub Amerika Birləşmiş Ştatlarının hərbi xərclərinin 10% qismində azaldılması ilə bağlı iş planları hazırlayır. Yəni, maksimum heç olmasa 10% azaldılsın hərbi olan xərclər. Müharibə başlayacağı halda isə bu xərclərin qat-qat artacağı qaçılmaz olacaq. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi, müharibə başlayırsa, söhbət hardan gedir? İrandan gedir. Söhbət Hürmüz boğazına nəzarət edən bir ölkədən gedir. Söhbət böyük neft məkanları olan Fars körfəzindən gedir. Bu avtomatik olaraq dünya bazarında neftin qiymətinin kəskin şəkildə artmasına gətirib çıxaracaq ki, o da Trump'ın planlarına aid deyil. Trump indi hal-hazırda neftin qiymətinin maksimum aşağı düşməsi üçün bir fəaliyyəti həyata keçirir. O baxımdan indiki mərhələdə Trump'ın özü də düşünürəm ki, o biznes maraqlarını nəzərə alaraq İrana birbaşa hərbi müdaxiləyə ehtiyac duymadan bu cür kəskin, radikal mövqe ilə... Ya da ola bilərmi qorxutmaq üçün sadəcə bir neçə... Radikal bəyanatlarla, təhdidlə və arxasınca biz bunu mütləq şəkildə çox ağır növbəti sanksiya paketlərinə şahidlik eləyəcəyik. Maksimum şəkildə çalışacaq ki, İranın daxilində sosial-iqtisadi vəziyyətin maksimum gərgin olması təmin edilsin və nəticədə daxildə rejimə qarşı üsyan başladılsın və rejim dəyişikliyi həyata keçirilsin. Təbii ki, sanksiyalar olacaq, başqa şeylər olacaq. Hətta 1-2 gün ərzində hansısa obyektlərin vurulması da ola bilər. Amma bu geniş miqyaslı müharibə olacağını düşünmürəm açıq. Aydın, çox sağ ol Rəşad bəy. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiniz. Önəmli dəyərləndirmələr üçün minnətdarıq.